Vahid, şairlər vəcdə həvəsə gəldikləri kimi, bu dağlar da məni həvəsə, vəcdə gətirəcək. Ona görə də bax gör nə deyirəm. Vaxtilə Peyğəmbər Həzrəti Zərdüştün dövründə zərvanizm inkişaf etmişdi və onu Allah kimi təsəvvür edirdilər. Zərvanizmin əsasında vaxtın, zamanın sonsuz olaraq davam etməsi ideyası dururdu. Zərvanizmin xüsusilə Qərbi Azərbaycanda, deyək ki, indiki Təbriz, Naxçıvan, Bakı, Muğan tərəflərində tərəfdarları çox imiş. Və bu sonralar Qərbə, Yunanistana da yayılıbmış. Amma Zərdüşt Peyğəmbər əleyhissalam indiki İranın şərqinə gedən ərəfələrdə deyibmiş ki, bu zərvanizmdən əl çəkmək lazımdır. Sən necə ki deyirsən, vaxt zaman yoxdur, müddətlər, anlar var. Görünür, Zərdüşt Peyğəmbər də bu sahədə nələrisə bilirmiş. Bilirmiş deyəndə ki, bilməklə bərabər o görüb dərk edirmiş və sonra onu deyirmiş. Bilməklə ilahiyyata bir şey gətirmək mümkün deyil, olmaz. Böyük yaradandan deyim olmasa, ilahiyyat olmaz. Görünür, o böyük yaradanla, Ahıramazda ilə həmahəng vəhdətdə imiş. Həm vəhdətdə imiş, həm də birbaşa onu görürmüş, onu eşidirmiş və onunla danışırmış axı. Hə, danışırsan da, görürsən də. Sonra 9-cu ya da 10-cu əsrdə Azərbaycandan bir nəfər də onun adı huşundan çıxıb. Böyük yaradanı görüb, onunla danışırmış. Əsərlərinin olmadığından, ya olubsa da itib batdığından o şəxs məşhurlaşmayıb. İndiki bəşər, indiki alimlərin əksəriyyəti zamanın, vaxtın sonsuz olaraq davam etməyini zərvanizmdə olduğu kimi əsas götürürlər. Və bir çox elmi məsələləri həll edərkən vaxtı, zamanı bu cür anlayıb bu sahədən çıxış edirlər. Amma elə alimlər də vardı ki, kvant mexanikasında, kvant fizikasında vaxtı lap kiçik hissəcik, paylar kimi götürüb elmlərini irəlilədirlər. Özü də vaxtı döyünən formada, yəni vaxtın arası kəsilir, başlayır, kəsilir, başlayır, lap kino lentinin kadrları kimi. Bax, bu ardıcılıqla təsəvvür edib, deyim ki, çox kiçik ölçülərlə götürürlər və diskret kəmiyyətlər cərgəsinə aid eləyirlər. Və vaxtı fiziki tərəfdən o qədər də dürüst təyin edə bilmirlər ki, bu enerjidir, yoxsa nədir axı? Ona görə də yekdil olaraq vaxtın nə olduğu sualına hamı dəqiq, eyni bir formada cavab verə bilmir. Bəziləri də deyir ki, vaxtı ümumiyyətlə natural ədədlər cərgəsinə deyil, xəyali ədədlər, yəni əsilsiz, əsli olmayanların cərgəsinə aid etmək lazımdır. Biz mühəndis mexaniklərin işi isə asandır. Onu bir düz xətt üzrə, arası kəsilməz, davamlı kimi təsəvvür edir və öz məsələlərimizi də bunun əsasında asanca həll edib başa çatdırırıq. Ümumiyyətlə, bu vaxt məsələsi ondan başlayıb ki, deyək ki, vədələşiblər. Nə vaxt gələcəksən, nə vaxt gedəcəksən, nə vaxt da filan hadisə baş verdi və bu kimi işləri təyin etmək məqsəd olubdur. Amma çox dəqiq hadisələri elmi həll edəndə sən deyirsən ki, diskret kəmiyyətlər məsələləri üzə çıxır. Deyirsən ki, vaxtda o adamlar fasiləli, kəsilən, dayanan, başlayan kimi döyünən formada baxırlar. Bu da müddətdir, andır müddəasına uyğun gəlir. Müddət tamamlananda an çatır. Deyək ki, sənin Bakıdan gəlməyin öz anında baş verməli idi. O an çatanda sən təyyarədən Naxçıvana indin. Amma bu anın gəlib çatmaq üçün nə qədər zəmin, müddət lazım gəlibmiş. Deyək ki, ilin 365 günündən 256-sında günün günortadan zenitdən əyilməsinin filanıncı bucaq və dəqiqəsində sən təyyarədən indin. Görürsən, yenə də kainatın cisimlərinin ahəngli hərəkətindən sən ayrılmamısan. Yəni sən, yaxud adamlar günəşi, kainatı, hərəkətləri dərk etmək üçün hazırlanıbsınız. Amma digər tərəfdən bu vaxt məsələsi insanları işığın dərkatı işindən uzaq eləyib. Ona görə də o dövrlərdə Həzrəti Zərdüşt Peyğəmbər insanlara işığı yenidən gətirib ki, onlar işığı dərk edə bilsinlər. O insanlara elmlər gətirib. Elmlər işıq üzərində qurulub. Günəş işığı, sənə dediyim o işığın özü deyil, onun təzahürüdür. O dövrdə olan elmi
anlamlar daha çox güclü idi. Çünki fərziyyələr ilə deyil, reallıqla hesablaşırdılar. Zərdüşt işığı gətirib, onu insanlara təbliğ edibdi. İnsanlar da ondan soruşublar ki, bu işıq nə olan şeydir? Onda o ağ zərrə işığını göstərə bilmədiyindən adi bəşəriyyət onları görə bilmir. Analoji olaraq onlara günəşi, ocağı, onun odunu göstəribdir ki, buradadır o ağ işıqlar. Onların içərisində ağ işıqlar vardı. Gör indiki bu andaca böyük yaradanın özü nə deyir? Sənin gördüyün bu od, hansı ki yanır gözünün qarşısında, o oddan deyil. Bu gördüyün od yandıran oddur. Mən dediyim od isə işıqdandır, işıqdadır. İşığın özündən işıqdır. Gəl indi bunu açıqlayaq. Sən gördüyün od yandıran oddur, yəni ki cəhənnəm odudur. Cəhənnəm cəza məkanıdır. Bəşərin yığdığı cəzanı təmizləmə məkanıdır. Ora qalxarkən, oraya təyinatını alarkən, cəzalının gördüyü od bu oddandır, qırmızı oddandır, yandıran oddur. Yandırır bu, cəza verir, bəla verir, ağrı verir. Amma ağ olan işıq bu oddan deyil, o yaranış işığıdır. Onun əzabı yoxdur. O yaranış işığıdır, müqəddəsdir.